Şəkidə Gastronomiya Festivalı keçirilib. Ölkəmizdə ilk dəfə keçirilən Slow Food təcrübəsini gətirən yeni festival Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğu ərazisində baş tutub. Əsas məqsəd kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiyo müxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir. Ümumilikdə 26 bölmə üzrə 13 stenddən müxtəlif məhsullar ziyarətçilərə təqdim olunub. Qonaqlara müxtəlif bölmələrimizə məxsus yeməklər, eyni zamanda pendirlər, balıq və digər yerli məhsullar da təqdim olunub. Həmçinin yerli aşbazlar kulinariya ənənələrini nümayiş etdiriblər. Festivalda həmçinin müxtəlif əl işləri də nümayiş etdirilib. Bugün sizin burada gördüyünüz adi bir dəfəlik qablardan tutmuş stendlərin quruluşuna qədər hər bir şey ekolojidir, hər bir şey təbiətdən yaranıb və burada olan mallar, məhsulların hamısı bir 5 il ərzində agentlik tərəfindən araşdırılıb və dünya biomüxtəliflik irsinə salınmışdır. Bugün bu tədbir məhz təbiəti necə qorumağı bizə öyrədir.